Allah Quranda hər peyğəmbər istəyir danışa bu cür xitab edir. Ya Adəm, oskun bəndə. Ya Adəm, ya Musa, ya İsa, ya İbrahim. Ta bizim peyğəmbərə yetişir buraya ya eyyuhən nəbi, ya eyyuhəl müzzəmm, ya eyyuhəl müddəssir. Ya eyyuhər Rasul. Ya eyyuhər Rasul. Ondan sonra Allah elə bir fəxr ilə çağırıyor. Fərq elə bizim peyğəmbərin xitabı. Xitab kərimanə xitab. Bu peyğəmbər xanım Zəhranın əlini öpüyor. Bu peyğəmbər buraya bəzətü minni. Nə mənim qəlbimdir, nə mənim gözümdür, bəzətü minni. Har əl vursunuz Zəhradır. Zəhranı vursunuz, məni vurubsunuz. Elə mənim üzüməsiylə vurubsunuz, mənim qapımı, məni dər o divar arasında qoyur. Ümmət hara gələcək da, öz peyğəmbərin dər o divar arasında qoyur. Aslında bu barədə bəhs o qədər yuxarıdır ki, şən o əzəmət xanım Zəhradan gərək danışasın. Görəsən ki, xanım Zəhra kimdir? Ey aləm İslamın sübhündə səfa, Zəhra, imdadül İslamə, ya Fatimə, ya ey Əhməd-i Muxtarın dilbəstə və dildari. Gün hər ki cəmalində bir nöqtədir vallahi. Gün nöqtə olan yerdə aydan nə desin şafi? Şafi səni məth eylər, nə şeyxu şəhən şafi. Kimsən sən Zəhra?